ABŞ-İran arasında 14 maddəlik razılaşmanın detalları yayımlanıb. Məsələnin maraqlı tərəfi isə həm ABŞ, həm də İran media orqanlarının ilkin razılaşma layihəsinin mətnini fərqli formada dərc etmələrdir. Belə ki, Axios nəşrinin iddiasına əsasən İrana qarşı sanksiyalar mərhələli formada yumşaldılacaq. Tehran nüvə silahı yaratmayacaq və zənginləşdirilmiş uran ehtiyatları məsələsini öz üzərinə götürəcək. Mehr Agentliyi isə sanksiyaların tez zamanda tamamilə dayanacağını, nüvə məsələsi ilə bağlı növbəti mərhələdə danışıqların aparılacağını vurğulayıb. Hələlik razılıq əldə olunmasa da, ekspertlər razılaşmanın detalları fonunda İran müharibəsinin hazırda ABŞ-nin xeyrinə həll olunduğunu düşünürlər. Ağ Evin yaxın şərqdə keçirdiyi əməliyyatlara paralel olaraq həm Rusiya, həm də Çinlə gizli danışıqlar aparması Vaşinqtonun Tehranla mübarizədə güc balansını bir qədər dəyişməsinə səbəb olub. Xüsusilə Trumpın hakimiyyətə gəldikdən qısa müddət sonra Putinlə görüşməsi və ötən ay Pekinə səfər edərək Xi Jinpinglə danışıqlar aparması da bunu sübut edir. Görünən odur ki, Ağ Ev İranın ən böyük müttəfiqləri ilə fərqli sahələrdə razılıq əldə edərək indi də Tehranla danışıqlar masasına oturub və istədiyini əldə etməyə çalışır. Danışıqların davam etdiyi vaxtda İrana bir neçə zərbənin endirilməsi, bölgədə quru əməliyyatlarının planlanması da ABŞ-nin danışıqlarda razılıq əldə olunmayacağı təqdirdə müharibəni daha kəskin formada davam etdirəcəyini deməyə əsas verir. Xüsusilə Rusiya və Çinlə razılaşma çərçivəsində müharibənin davam etməsi İranın istəmədiyi nəticələrə gətirib çıxara bilər. Təbii ki, Amerikanın son İrana vurduğu zərbələr və növbəti dəfə İrana qarşı Xarq adasını ələ keçirilməsi istiqamətində əməliyyatlar aparmasına bağlı Trumpın bəyanatı düşünürəm ki, İranı artıq danışıqlar masasına əyləşməsinə və təkliflər paketi ilə razılaşmasına gətirib çıxartdı. Təkliflər paketində təbii ki, nüvə məsələsi sonraki mərhələyə saxlanılsa da, amma İran nüvənin zənginləşdirilməsi və nüvə silahından tamamilə imtina edir. Düşünürəm ki, çərçivə sazişi imzalanacaq, atəşkəsdə qüvvəyə minəcək, növbəti mərhələdə danışıqlar prosesi gedəcək. Amma İran tərəfinin əgər yenidən danışıqlar prosesindən geri çəkiləcəksə, Amerika Birləşmiş Ştatları İrana qarşı çox güclü zərbələr vura bilər. Xüsusilə İranın elektrik şəbəkəsini və su anbarları Amerikanın hədəfində ola bilər. Ümumilikdə isə mümkün razılığın əldə olunması həm ABŞ İrana, həm də digər dövlətlərə sərfəlidir. İlk olaraq tərəflərin ortaq formada razılığa gəldiyi məsələlər var. Hörmüz boğazının açılması, sanksiyaların aradan qaldırılması, İranın hərbi, iqtisadi və siyasi blokadadan çıxarılması kimi vacib nüanslar. Üstəlik mümkün razılaşma Avropa və Çinin maraqları ilə də üst-üstə düşür. Bu səbəbdən razılaşmanın bəzi detalları ikinci mərhələdə müzakirəyə saxlanılsa belə ilkin formada razılıq əldə olunacaq və yaxın şərqdə gərginlik aradan qalxacaq. Ümumi götürdükdə isə razılaşma əldə olunarsa, İran da burada hər hansı bir itkiyə məruz qalmır. İranın da qazanacağı var, məhz Amerika Birləşmiş Ştatlarının da qazanacağı var və demək olar ki, tərəflər bir ortaq məxrəcə gəlib müəyyən bəndlər barədə razılıq əldə olunub. Qalıb isə bunun imzalanması. Düşünürəm ki, bu Avropada imzalanacaq, məhz Amerika və ABŞ birbaşa, ola bilər ki, Pakistanın da nümayəndəsi burada iştirak etsin, amma tərəflər arasında artıq razılıq əldə olunub, atəşkəs qüvvəyə minib və İran tərəfi, həmçinin Amerika tərəfi də xüsusilə bu sazişi imzalanmasına bir növ tələsir. Danışıqların nə zaman yekunlaşacağı və yaxud da sonda razılığın əldə olunub-olunmaması hələlik sual altındadır. Həm İran, həm də ABŞ hər gün fərqli istiqamətlərdə açıqlamalar verir və müxtəlif addımlar atırlar. Bununla belə artıq hər iki tərəf müharibənin uzanmasından narahatdır. Odur ki, məsələni qısa zamanda həll etməyə çalışacaqlar.